Elə aktyorlar var ki, tamaşaçıların yaddaşında öz adları ilə deyil, yaratdıkları obrazların adı ilə qalırlar. İnsanlar onları gördükdə ilk növbədə həmin obrazı xatırlayır. Xüsusilə də milli kinomuzda elə rollar var ki, onlar illər keçsə belə unudulmur. Bəzən tamaşaçılar bu obrazları o qədər sevir ki, aktyorun əsl kim olduğunu belə düşünmür. Onu elə həmin obraz kimi qəbul edir. Azərbaycan kinosunda da belə nümunələr az deyil. Maraqlısı isə odur ki, bəzən bu rolları canlandıran aktyorlar əslində başqa ölkələrdən olur. Lakin onların oyunu o qədər təbii və inandırıcı olur ki, tamaşaçı onları öz xalqının bir nümayəndəsi kimi qəbul edir. Siz qurmayacaq. Bu qədər səs-küydə yaxşı deyilə qurban. Ürək könül məsələsidir bu. Namus tapdanım. Əskər ailası dağılıb burada. Nə könül, ki? Sən qarışma. İndiyəcən bu kəndin mənsiz nə xeyri olub, nə şəri. Qızım İsmət, keç içəri, Sayalı ilə özün danış. Belə aktyorlardan biri də məşhur Tütək Səsi filmində Cəbrayıl obrazını canlandıran aktyordur. Bu film Azərbaycan kinosunun ən təsirli və yadda qalan ekran əsərlərindən biri hesab olunur. Filmdə kənd həyatı, insanların sadəliyi, müharibə dövrünün çətinlikləri və saf sevgi hissləri çox təsirli şəkildə təqdim olunur. Filmdə Cəbrayıl obrazı tamaşaçıların yaddaşında xüsusi yer tutur. O sadə, zəhmətkeş və dürüst bir Azərbaycan kəndlisidir. Onun davranışı, danışığı və həyat tərzi o qədər təbii görünür ki, sanki aktyor deyil, elə həqiqi kənd adamıdır. Maraqlı tərəfi isə budur ki, bir çox tamaşaçı illərlə Cəbrayıl rolunu oynayan aktyorun Azərbaycanlı olmadığını bilməyib, onu elə doğma kənd adamı kimi qəbul edib. Halbuki bu obrazı canlandıran aktyor Moldovadan idi. Cəbrayıl obrazını canlandıran aktyor Mixail Volontyor idi. O, Sovet dövrünün tanınmış Moldova teatr və kino aktyorlarından biri hesab olunurdu. Mixail Volontyor 1934-cü ildə o vaxt Rumıniya Krallığının tərkibində olan Bessarabiya bölgəsində, indiki Moldova Respublikasında dünyaya gəlmişdi. Aktyor yaradıcılıq fəaliyyətinə teatr səhnəsində başlamışdı. Onun səhnə fəaliyyəti və aktyorluq qabiliyyəti qısa zamanda diqqət çəkmişdi. Sonralar isə kino sahəsində də böyük uğurlar qazanmışdı. Keçmiş Sovet İttifaqında Mixail Volontyor daha çox Qaraçı filmində canlandırdığı Budulay obrazı ilə məşhurlaşmışdı. Bu rol ona böyük şöhrət qazandırmış və onu İttifaq miqyasında tanınan aktyora çevirmişdi. Onun aktyorluq istedadı dövlət tərəfindən də yüksək qiymətləndirilmişdi. 1974-cü ildə o, Moldova SSR-nin xalq artisti fəxri adına layiq görülmüşdü. Daha sonra isə 1984-cü ildə SSR xalq artisti adına layiq görülərək sənət dünyasında ən yüksək titullardan birini qazanmışdı. Azərbaycan kinosunda isə onun ən yadda qalan rollarından biri məhz Cəbrayıl obrazı oldu. Cəbrayıl, aç qapını. Cəbrayıl, eşitmirsən? Çıx bayıra. Şurayla niyə çıxırsan cəmaatın qabağına? Vərdiş eləmişəm. Rasim Ocaqov tərəfindən çəkilmiş Tütək Səsi filmində bu obraz aktyorun yaradıcılığında xüsusi yer tutur. Filmin ssenarisi tanınmış yazıcı İsa Hüseynovun Saz və Tütək Səsi əsərlərinin motivləri əsasında hazırlanmışdı. Film Böyük Vətən müharibəsi dövründə insanların yaşadığı çətinlikləri, qələbə naminə göstərdikləri fədakarlıq və dözümlülüyü film boyu təsirli şəkildə təqdim olunur. Filmdə hadisələr əsasən kənd mühitində cəryan edir. Müharibə dövründə insanların çəkdiyi əziyyətlər, qələbə naminə göstərdikləri fədakarlıq və dözümlülük film boyu təsirli şəkildə təqdim olunur. Bu hadisələrin fonunda isə Cəbrayılın nakam sevgisi tamaşaçıya təqdim edilir. Onların münasibəti saf və səmimi olsa da, həyatın çətinlikləri bu sevginin taleyini dəyişir. Məhz bu dramatik xətt filmin emosional gücünü artırır və tamaşaçıların yaddaşında qalmasına səbəb olur. Filmdə Cəbrayılın dediyi bəzi sözlər bugün də insanların dilində dolaşır. Onun məşhur sözlərindən biri belə idi:
Muxtar dostum olmasaydı, bu saat götürüp kaçardım seni. Vallah götürüp kaçardım. Ucuzdu ona. Yok yok. Kalk ay kız. İstemirsen ucuzlu olsun. Muhtar dostum olmasaydı bu saat götürüp kaçardım seni. Vallahi götürüp kaçardım. O dediğin söz indi de cemaatin dilindedir. Töhmətli olmuşuq. Bu sadə amma səmimi sözlər obrazın xarakterini çox yaxşı göstərirdi. Rejissor Rasim Ocaqov sonralar verdiyi müsahibələrdə Mixail Volantyoru bu rola necə dəvət etdiyini də danışmışdı. O bildirmişdi ki, aktyoru ilk dəfə Moldova filmlərindən görmüş və onun aktyorluq bacarığını çox bəyənmişdi. Buna görə də onu Bakıya dəvət etmiş və sınaq çəkilişlərində yoxlamışdı. Sınaq çəkilişlərindən sonra isə onun bu rol üçün çox uyğun olduğuna qərar verilmişdi. Maraqlı faktlardan biri də odur ki, əvvəlcə Cəbrayıl rolunu başqa bir aktyor tərəfindən canlandırılması planlaşdırılırdı. Hətta bu rol üçün məşhur Azərbaycanlı aktyor Şahmar Ələkbərovun çəkilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan rol Mixail Volantyor'a qismət oldu. Belə olsa da, filmdə Cəbrayıl rolunun səsi məhz Şahmar Ələkbərov tərəfindən səsləndirildi. Beləliklə, ekranda gördüyümüz obraz iki böyük sənətkarın əməkdaşlığı nəticəsində yarandı. Rejissor Rasim Ocaqov bir çox filmlərində olduğu kimi Tütək Səsi filmində də gənc aktyorların yetişməsinə böyük diqqət yetirmişdi. Onun filmlərində çəkilən bir çox gənc sonralar tanınmış sənətkarlara çevrildi. Bu filmdə həmin baxımdan istisna deyildi. Filmdə rol alan gənc aktyorların əksəriyyəti demək olar ki, məktəb partası arxasından birbaşa çəkiliş meydançasına gəlmişdilər. Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Yesaulenko da verdiyi açıqlamalardan birində Mixail Volantyorun Azərbaycan və Moldova arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etmişdi. Onun sözlərinə görə Mixail Volantyor təkcə Moldova üçün deyil, həm də digər xalqlar üçün sevilən sənətkar idi. Onun yaratdığı obrazlar müxtəlif ölkələrin tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanırdı. Azərbaycan tamaşaçıları üçünsə o xüsusilə Tütək Səsi filmində Cəbrayıl obrazı ilə yadda qalıb. Bu obraz artıq Azərbaycan kinosunun mədəni yaddaşının bir hissəsinə çevrilib. Mixail Volantyor ömrünün sonuna qədər sənət fəaliyyətini davam etdirmişdi. O, uzun illər teatr və kino sahəsində çalışaraq yüzlərlə tamaşaçı qəlbini fəth etmişdi. Böyük aktyor 2015-ci ildə Moldova paytaxtı Kişinyov şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etdi. Onun xatirəsi isə hələ də yaşamaqdadır. 2024-cü ildə aktyorun 90 illik yubileyi münasibəti ilə Moldovada xüsusi tədbirlər təşkil olundu. Bu tədbirlər çərçivəsində onun filmlərindən ibarət sərgilər və xatirə gecələri keçirildi. Bugün Mixail Volantyorun adı çəkilən də insanlar yalnız böyük bir aktyoru deyil, həm də müxtəlif xalqlar arasında mədəni körpü yaradan bir sənətkarı xatırlayırlar. Onun yaratdığı Cəbrayıl obrazı isə Azərbaycan tamaşaçılarının yaddaşında həmişə yaşayacaq. Əgər Azərbaycan filmləri haqqında belə maraqlı faktları sevirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Yeni videolarda yenə milli kinomuzun bilinməyən sirlərini birlikdə kəşf edəcəyik. Növbəti videonun hansı film haqqında olmasını istədiyinizi isə şərhlərdə yazmağı unutmayın.